Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan Asan Süni İntellekt platformasının təqdim etmə mərasimi keçirilib. Platformanın əsas məqsədi Azərbaycanda süni intellekt sahəsində tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada bir araya gətirməkdir. Rəqəmsal transformasiyanın sürətləndiyi bir vaxtda Azərbaycan süni intellekt sahəsində yeni bir addım attı. Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin təqdim etdiyi Asan Süni İntellekt platforması artıq fəaliyyətə başladı. Bu platforma dövlət qurumlarını, innovatorları və biznesi bir araya gətirərək ölkənin süni intellekt ekosistemini gücləndirməyə hədəfləyir. Bu platforma vasitəsilə hər bir təşkilat özünün problemlərini, çağırışlarını elan edəcək, səsləndirəcək. İnnovatorlar, startapçılar və elmi tədqiqat mərkəzləri isə o çağırışlara uyğun həllər təklif edəcək. Asan Süni İntellekt platformasının təqdim edilmə mərasimində çıxış edənlər Asan AI Hub-ın rəqəmsal transformasiya, iqtisadi inkişaf və elmi potensialın gücləndirilməsi baxımından önəmini vurğuladılar. Asan Keypilot, vətəndaş müraciətlərinin operativ təhlili və ilkin məlumatların hazırlanması. Asan ACES, dövlət xidmətlərini, eləcə də tələb olunan sənədlər və prosedurları izah edən sistem. Asan xidmətinin Asan Süni İntellekt platforması özündə bir çox xidmətləri ehtiva edir. Asan AI Hub bütün təşkilatlara süni intellekt əsaslı problemlərini platformada paylaşmaq, onları geniş startap və tədqiqatçı şəbəkəsinə çıxarmaq imkanı yaradır. Tədbir çərçivəsində Asan AI Hub ilə Apolitical, Breakthrough Social Enterprise və Gen AI Works arasında anlaşma memorandumları imzalandı. Bu əməkdaşlıqlar mərkəzin beynəlxalq innovasiya ekosisteminə inteqrasiyasını gücləndirəcək. Bu platformanın əsas məqsədlərindən biri də təkcə insanlar və qurumlar, təşkilatlar arasında deyil, həm də iqtisadi sferada çağırışların həyata keçirilməsi üçün həllər toplusu təqdim etməkdir. Sonda süni intellektdə açıq innovasiya, hər kəs üçün körpü adlı panel müzakirəsi keçirildi. Natiq Çıraqzadə, Emin Əhmədzadə, AzTV xəbər.